izləyicilər. Zərif Gücün bugünkü qonağı sözün və elmin gücünü birləşdirən Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident mükafatçısı, ədəbiyyatşünas və şair, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Gülnar Səmadır. Hoş geldiniz Gülnar xanım. Təşəkkürlər, çox sağ olun. Gülnar xanım, ədəbiyyata və şeirə marağınız necə formalaşdı? Bu sualın cavabı mənim məktəb illərimə gedir. İlk şeirlərimi hələ 6-cı sinifdə oxuyanda yazmışam. Və şeirlərimi təbii ki, uşaq olduğuma görə gizli saxlayırdım. Anam bunu biləndə məktəbə getdi. Məktəbdə ədəbiyyat müəllimlərinə bu haqda məlumat verdi. Məktəbimizin ədəbiyyat müəllimlərindən İradə müəllim anama bildirib ki, mənim tanıdığım rayonumuzda yaşayan bir şair var. Mən Gülnarı ondan tanış eləyərəm. O Gülnara belə deyək də ədəbiyyatın sirləri, poeziyanın sirləri barəsində lazımi kömək edər. Həqiqətən də elə oldu. İradə müəllim məni ustadım Əbülfət İslamla tanış etdi. Mən 8-9-cu sinifləri 2 il kənddən rayona hər həftə Əbülfət İslamın yanına getdim. Yeni yazdığım şeirləri ona göstərdim. O da təbii ki, şeirlərin hər tərəfli hər hansısa bir nöqsan olduğunu dedi. Nöqsanlar üzərində işlədik və şeir janrlarının hər birini mənə belə öyrətdi də. Bu bayatıdır, bu gəraylıdır, bu qəzəldir, ya sərbəst şeir necədir, heca şeir necədir və beləliklə poeziyanın sirlərini ustadım Əbülfət İslamla öyrəndim. Bəs ümumiyyətlə ailənizdə yaradıcılıqla məşğul olan həyatınız, yanınız var yoxsa? Mənim bildiyim qədər yoxdur. Yəni sırf bədii yaradıcılıqla məşğul olan. Hətta indi mən özüm kənddə böyümüşəm. Hələ bu günə qədər də bizim kənddən mənim kimi sırf ciddi yaradıcılıqla məşğul olan ikinci bir hələ şair yoxdur. Yəni eşitmişəm məndən sonra bəzi uşaqlar da yaradıcılıqla məşğul olub, amma heç biri ciddi yaradıcılığın arxasınca getməyib. Sadəcə olaraq özləri üçün yazıblar, ya sonra başqa fəaliyyətlə məşğul olublar. Bəs ilk cızma qaranız 6-cı sinifdə nə olmuşdu? Çox maraqlıdır. O şeirlər tam olaraq yadımda deyil, yəni əzbərimdə deyil. Amma mövzu olaraq ümumi mövzular idi də, vətənpərvərlik, təbiət və bu tipli mövzular üstünlük təşkil edirdi. Dediniz ki, ümumiyyətlə rayonda sizin kimi ciddi formalı bu yaradıcılıqla məşğul olan biri yoxdur. Bəs ümumiyyətlə sizin rayonun kənd insanları sizə qarşı münasibəti necədir? Necə qarşılayırlar? Əslində çox yaxşı idi. Mən ilk kitabım ilk dəfə qəzetdə çap olunanda 8-ci sinifi bitirmişdim. 9-cu sinifə keçənin yazı idi. Elə o vaxtı rayonumuzun qəzeti Tovuz qəzetində şeirlərim çap olunmuşdu. O kənddə yaxşı qarşılandı. Sonra ilk kitabım çap olunanda elə 9-cu sinifdə oxuyordum. Hələ məktəbdə oxuyurdum. Məktəbdə müəllimlərimin, kənd sakinlərinin reaksiyası yaxşı oldu. Hətta qohum-əqrəbələrin reaksiyası yaxşı oldu. Ümumiyyətlə belə savad və istedad cəhətdən fərqləndiyimə görə həmişə sağ olsun həmkəndlilərimin reaksiyası çox yaxşı olub. Bəs səma təxəllüsünü seçməyinizin bir səbəbi var? Səma təxəllüsünün seçilməyinin səbəbi də bayaq adını qeyd elədiyim ustadım Əbülfət İslamla bağlıdır. Demək olar ki, 8-ci sinifin elə əvvəlindən sonuna qədər bir il onun yanına gedib gələndən sonra artıq aylar sonra dedi ki, artıq puxtələşmiş bir yazar kimi qəbul etmək olar və sənin təxəllüsün olmalıdır. Bir neçə müddət müxtəlif versiyalar irəli sürüldü. Amma hələ dəqiqləşməmişdi. Amma bir dəfə elə belə yenə növbəti məşğələlərimizin biri idi. Ustadım elə gözümün qabağında dəftər qələmi götürdü. Bir 4 bəndlik bir şeir yazdı, verdi. Şeirin son misraları belə idi ki, qoy bilsinlər şeiriyyətdə bir Gülnar Səmamız var. Mən həmin şeiri 2011-ci ildə çap olunan İçimdəki söhbətlər və 2016-cı ildə çap olunan Gül kitabımın ilk səhifəsində çap eləmişəm və belə deyək də planımda da belədir ki, bütün şeir kitablarımın ilk səhifələrində həmən şeiri çap edəcəm. Ənənəvi olaraq. Bəli. Bəs sizin ilk kitabınız Mən Sehirli Səmayəm adlı kitab oldu. Bu birbaşa sizin təxəllüsünüzlə bağlı, yoxsa sadəcə seçimdir? Bəli, mənə o vaxtlar
Əbifət müəllim bu təxəllüsü verəndə mən biraz o səma, göylər adamı bu şeyə çox qapılmışdım və səma ilə bağlı həddən artıq şeirlər də yazırdım. İlk kitab çap olunan vaxtlarda yenə kitabın adı nə olsun müzakirələri getdi. Yenə də bu ad da Mən Sehirli Səmayəm adı da Əbifət İslamın ideyası oldu. Bu adı verildikdən sonra mən elə yenə Mən Sehirli Səmayəm adında bir şeir də yazdım. O şeir də həmən birinci kitabda var. Özdə birinci kitab o vaxtlar hələ nəşriyyatlar Kiril əlifbası ilə çap olunur, istifadə edirdi və birinci kitabım elə Kiril əlifbasından 2001-ci ildə çap olunur. Bəs bu orta məktəbdə oxuyan bir şagird üçün çox böyük bir uğur olmalıdır. Bəs o zaman ailənizin, məsələn, valideyn, ananızın xüsusi bir rolu var da, çünki o sizi müəllimizə təqdim edib. Ümumiyyətlə, həmin müəlliminiz, ananız necə bir reaksiya verdi, necə qarşıladı? Təbii ki, sevindirici bir reaksiya verdi. Hələ də video kaseti durur. Evimizdə onunla bağlı bir, belə deyək də, bir şənlik keçirildi. Qohum əqrəba hamı yığışdı. Nə bilim, yəni dəstəkləyənlər oldu belə. Çox yaxşı reaksiya verildi və mən həmişə deyirəm, bəlkə də mən yazar olmasaydım, birbaşa başqa bir ixtisas üzrə yönlənərdim. Heç filoloq olmazdım. Filoloq olmağımın ən böyük səbəbkarı və bu filoloqluğun arxasınca getməyimin səbəbkarı ilə yazar olmağım oldu. Bəs filoloq olmasaydınız, ümumiyyətlə, ananız sizi belə deyək ki, kəşf eləməsəydi, içinizdə başqa bir arzu istək var idi? Bəli, var idi. Əslində, hələ bədii yaradıcılığa başlamamışdan öncə, mən hələ 5-ci, 6-cı sinifdə oxuyarkən ixtisas seçimini eləmişdim. Hüquqşünas olmaq istəyirdim. Bu fikrə gəlməyimin də səbəbi vardı. Bir filmdə baxdığım bir müsbət hüquq polis qadın obrazı mənə təsir etmişdi və ondan sonra mən hüquqşünas olmağı qarşıma məqsəd qoymuşdum. Və mənim valideynlərim, istər atam, anam fərq etməz, mənə də qardaşlarıma qarşı da həmişə eyni mövqedə olublar. Yəni biz ixtisas seçimində, ümumiyyətlə bir çox şeylərdə sərbəstliyimiz olub. Nəyi necə istəmişiksə, o cür bizə dəstək olublar və mən bu ixtisası seçəndə valideynlərim də yəni dəstək verdilər ki, biz fəxr eləyərik ki, bizim övladımız hüquq fakültəsində oxusun. Sonralar sadəcə olaraq bal çatışmazlığı ucbatından hüquq fakültəsinə yox, filologiya fakültəsinə daxil oldum. Mən yenə deyirəm, o vaxtlar seçim edərkən, ixtisas seçərkən bir hüquq fakültələrini yazmışdım, bir filologiya fakültəsini yazmışdım. Başqa fakültəyə düşsəydim, məsəl üçün tarix fakültəsinə düşsəydim, mən orada oxuya bilməzdim. Oxuya bilərdim, yəni ürəyimcə olmazdı. Yəni mən həmişə deyirəm, istənilən bir sahədə yaxşı oxuyardım, istənilən nəticəni əldə edə bilərdim, amma ona bağlana bilməzdim, o mənimki olmazdı. Və siz universitet dövründə necə, yəni sizin bu yaradıcılığınız davam elədi də, çünki qəbul olduğunuz ixtisasa görədir. Və orada sizə əsas rəhbər müəllimlərdən kimlər idi? Universitet dövründə birinci kursda biraz sakitçiliyi idi, ikinci kursdan başlayaraq elə tələbələrin özünün fakültə daxili bir ədəbiyyat dərnəyimiz var idi. Elə mənim öz tələbə yoldaşlarımdan biri Elşad Dərşadoğlu, indi də yaradıcılıqla məşğuldur. Biz ikimiz eyni qrupdan idik. Bizdən aşağı və yuxarı kurslarda oxuyan, hətta universitetin digər fakültələrində oxuyan yazar o tələbələr ayda bir dəfə, 2 dəfə, yəni şəraitdən asılı olaraq özümüz yığışardıq, yeni şeirlərimizi oxuyardıq, müzakirələr eləyərdik və bu cür. Yəni daha çox sərbəst formada müəllimlər bizə sadəcə olaraq yer ayırmağa, vaxt ayırmağa icazə verərdilər. Tələbələr özümüz müzakirələr aparardıq. Elə özümüz hamımız filologiyanın tələbələri idik, özümüz öz şeirlərimizə münasibət bildirirdik. Və həmən müəlliflərin içində, bizim dövrümüzdə də, yəni eyni vaxtda oxuduqlarımızın içərisində sonradan ciddi yaradıcılıqla məşğul olanlar oldu. Mən hətta adlarını da çəkə bilərəm. Hazırda Hafiz Hacıxalil imzası ilə tanınan yazarımız, sonra rəhmətlik İkinci Mahmud. İkinci Mahmud bizdən bir kurs yuxarı oxuyub. Biz hamımız eyni dərnəkdə iştirak edirdik. Sonra yenə Afət Viləşsoy, onun da bir neçə kitabı çap olunub. İndi hələ ki yadıma düşən imzalar bunlardır. Yəni kifayət qədər
ciddi imzalar həmən dərnəkdən sonra formalaşdım. Siz ümumiyyətlə bir filolog olaraq ciddi araşdırmalarınızla tanınan, yəni bir şairdən əlavə araşdırmasız, tədqiqatçısınız və siz orada 2016-cı ildə çap olunan gül kitabından danışdınız, amma sizin gül kitabınızın ilk səhifəsində bir cümlə yazılıb. O, yəni məsələn, mən Gülnar Saman mənim doktorantımdır. Bəli. Vaqif Yusiflinin sözləridir. Ümumiyyətlə, o sizdə necə bir təsir buraxdı? Ümumiyyətlə, yaradıcılığınızda, araşdırmalarınızda? Mən 2014-cü ildə Ədəbiyyat İnstitutuna doktoranturaya qəbul oldum. Həmən dövrdə elə Ədəbiyyat İnstitutunun ədəbi tənqid şöbəsi yeni yaradılmışdı. Həmən şöbəyə də Vaqif Yusifli, filologiya elmləri doktoru, şöbə müdürü təyin edilmişdi. Şöbə yeni yarandığı üçün hələ onun əvvəldən doktorantı yox idi. Mən də qəbul olarkən belə məsləhət bildilər ki, səni doktorant olaraq həmən şöbəyə yönləndirək və elmi rəhbər də Vaqif Yusifli təyin edildi. Təbii ki, bu mənim üçün çox xoş oldu. Vaqif Yusifli Azərbaycan ədəbiyyatında, Azərbaycan tənqidində öz sözünü demiş imzalardan biridir. Sonralar mən gül kitabımı çaba hazırlayarkən Vaqif müəllimə xahiş elədim ki, yəni, bu kitaba ön söz yaza bilərsənmi? O da sağ olsun yazdı və yazarkən səmimiliyə daha çox üstünlük verdi və qeyd elədi ki, bəli, Gülnar Səman mənim doktorantımdır. Mən Vaqif Yusiflinin ilk doktorantıyam. Hətta mənim müdafiəmdə Vaqif müəllim bir söz işlətdi ki, Gülnar Səman mənim doktoranturaya qəbul olub və müdafiə edən ilk doktorantımdır. Yəni, məndən sonra ola bilər, amma mənə qədər doktoranturaya qəbul olanların içərisində hələ müdafiə eləyib sonacan gələn olmamışdı. Və orada Vaqif müəllim hətta onu da qeyd edir ki, Gülnarın da atasının adı Vaqifdir, mənim də adım Vaqifdir. Yəni, mən onu həm də belə mənəvi atası sayılıram. Sağ olsun, təbii ki, bütün mənim elmi rəhbərim olduğu müddət ərzində mənə elmin sirlərini, yollarını, məqalələrin necə yazılmağını, dissertasiyanın necə tərtib edilməyini, hər bir şeyini artıqlamasından öyrətdim. Bəs Vaqif Yusifoğlu sizi bir doktorant kimi, həm doktorant kimi, həm də ki, bir qələm sahibi kimi necə qiymətləndirirdi? Ümumiyyətlə, onun hər hansısa bir məsləhəti, sözü sizin yolunuza işıq olur? Təbii ki, mən dediyim kimi, o mənim elmi rəhbərim idi. Yazdığım hər bir məqaləyə yüksək səviyyədə rəy verərdi, konferans məqalələrinə gedərkən. Yəni, həmişə bir elmi rəhbər təmənnasız şəkildə öz doktorantına və ya dissertantına necə dəstək ola bilərdisə, Vaqif müəllim də eyni cür mənə dəstək idi və bu həm də bizim institutumuzun öz abu-havasından, institutumuzun öz təbii xarakterindən gələn bir şeydir. Mən Ədəbiyyat İnstitutunun doktorantı idim və Ədəbiyyat İnstitutunda rəhbəri həmən vaxtlar, elə indi də akademik İsa Həbibbəyli idi. İsa müəllim Ədəbiyyat İnstitutunda elə bir mühit formalaşdırmışdı ki, istedadlı və həqiqətən də savadlı gənclərə akademiyanın artıq sözünü demiş alimləri dəstək olurdular. Bəs ədəbiyyatşünaslıq sahəsindəki araşdırmalarınız şeirlərinizə, yaradıcılığınıza necə təsir edirdi? Təsir etmək sözü biraz fərqli mənalar verə bilər. Əslində mənim yaradıcılıqda, publisistikada və ya elmi yaradıcılıqda müraciət etdiyim əsərlər başqalarına məxsus əsərlərdir. Yəni, mən başqa müəlliflərin əsərləri haqqında araşdırma aparmışam, özüm öz şeirlərimi təhlil eləməmişəm. Təsir etməkdə bir şey olurdu ki, vaxtım alırdı. Yəni, başqalarının əsərlərini oxuyub, onlar haqqında yazanda öz bədii yaradıcılığına vaxt ayırmaq biraz az olurdu. Amma ümumi götürdükdə, o yazıları yazdıqca təbii ki, mən puxtələşmişəm, mən o yazıları yazdıqca mətbuatda tanınmışam, mən bir qələm sahibi olaraq da biraz təvazökarlıqdan uzaq kimi çıxmasın. Hətta öz həmyaşılarım içərisində qəbul olunmuş bir tədqiqatçı olmuşam. O yazıların əksəriyyəti gənc yazarlar haqqındadır. Mən əvvəllər də etiraf etmişəm. Bəzi yazarlar, bəzi gənc yazarlar haqqında ilk yazında mən yazmışam, ya ilk olmuşam, ya birinci, ikinci belə mən yazmışam və mən yazdıqdan sonra həmən yazarlara diqqət artıb, yəni belə deyək də, o yazarlar artıq başqa
tədqiqatçılar tərəfindən də kəşf edilib. Siz həm də xalqın şairi yarışında iştirak eləmisiniz. Bu ümumiyyətlə sizin tələbəçilik dövrlərinizdə təsadüf edir, yoxsa necə? Yox, mən xalqın şairi yarışmasına qatılanda 2017-ci il idi. 2017-ci ildə mən artıq Ədəbiyyat İnstitutunun doktoranturasındaydım və doktoranturanın son illəri idi. Mən artıq o vaxtlar dissertasiyamı da tamamlamışdım. Bir neçə elmi məqaləm, xaricdə məqalələrim, hətta konferans məqalələrim çap olunmuşdu. Yəni, mən xalqın şairi yarışmasına qatılanda artıq Yazıçılar Birliyinin üzvü idim. 2017-ci ildə o yarışmaya qatılmışam. 2015-ci ildə mən prezident təqaüdü almışdım. Yəni, ora qatılanda artıq bir neçə mərhələ keçib gəlmişdim. O yarışda Məhdi Osmanoğlu, Ulu Ağsəs, Baba Vəziroğlu kimi görkəmli adlar var idi. Ümumiyyətlə, orada Məhdi Osmanoğlu haqqında belə bir cümlə işlətmişdi ki, Gülnar xanım ədəbiyyatda təsadüfi insan deyil. Ümumiyyətlə, orada belə deyək ki, öz sözünü demiş insanların sizin haqqında yüksək fikirdə olduqlarını gördüm. Necə sizi motivasiya edirdi? Məhdi müəllim mənim universitetdə müəllimim olub. Yəni 19-cu əsr ədəbiyyatını bizə dərs deyən müəllimlərdən olub və təbii ki, sevilən müəllimlərimizdən, tələbələrlə çox səmimi olan müəllimlərdən biri olub. Təbii ki, illər sonra öz bir müəllimimin məni yadında saxlamağı, məni təqdir etməyi mənim üçün çox xoş və çox yaxşı idi. O yarışmaya qədər bayaq qeyd etdiyim kimi artıq bir imza olaraq kifayət qədər tanınırdım. Məsələn, Qulu Ağsəs məni o yarışmadan da öncə tanıyırdı. Baba Vəziroğlu da tam belə yaxından tanımasa da, yəni bir imza olaraq tanıyırdı. Amma onların içərisində qeyd elədiyiniz kimi ən birinci tanıyan təbii ki, Məhdi müəllim olmuşdu ki, mənim bakalavrdan müəllimim olmuşdu. Bu müəllim həmişə siz haqqında deyir ki, mən səndən daha yaxşısını gözləyirəm. O səbəbi nə idi? Səbəbi odur ki, yazarlar içərisində kateqoriyalar fərqlidir. Elə yazar var ki, istedadlı yazardır, ali təhsili yoxdur. Elə yazar var ki, istedadlı yazardır, başqa ixtisas üzrə ali təhsil alıb, yəni ədəbiyyatşünas deyil. Qulu müəllim də mənim həm şeir yaradıcılığıma, həm publisistikama, həm elmlə məşğul olduğuma bələd olduğu üçün bunların hamısını özündə cəmləyən bir yazardan daha yüksək bir nəticə gözləyirdi. Çünki bayaq dediyim kimi orada elə şeir deyən var idi ki, ümumiyyətlə ali təhsili yox idi. Qulu müəllim bütün bunları nəzərə alaraq və tanıdığı həm də ciddiyyətinə, məsuliyyətinə, ədəbiyyata, sözə ciddi dəyər verdiyinə bələd olduğu bir insandan daha yüksək nəticə gözləyirdi. Bəs indi Qulu müəllim olsun, Məhdi müəllim olsun, Baba müəllim olsun, ümumiyyətlə o sizi bir ədəbiyyatşünas kimi, bir tədqiqatçı kimi necə qiymətləndirir? Ümumiyyətlə yeni əlaqələriniz var? Bəli, hər birindən əlaqəm var. Elə Məhdi müəllimlə də, Baba müəllimlə də, Qulu müəllimlə də. Yenə də Ulduz jurnalına yazılarımdan göndərirəm, çap olunur. Ulduz jurnalında bilirsiniz ki, bir müəllif ən çox halda ildə bir dəfə, maksimum 2 dəfə çap oluna bilir. Mən də çalışıram ki, o il ərzində heç olmasa bir dəfə də olsun çap olunum. Məhdi müəllimin elə bu yaxınlarda bizim institutda Bodenstedt haqqında bir kitabının təqdimatı keçirildi. Bodenstedt oğrudurmu, doğrudurmu belə bir kitabı. Yenə də münasibətimiz var qaydasındadır. Elə eynidə digər münsiflər heyətində olan digər insanlarla, Baba müəllimlə də tədbirlərdə, hardasa görəndə biz salamlaşıb əhval tuturuq. Bəs xalqın şairi yarışı sizin yaradıcılığınızda xüsusi bir fərq yaratdı? Özünüzə nələrsə qata bildiniz o yarışdan sonra da? Yox, desəm ki, fərqli, təkan verici hansısa bir şey oldu, yenə deyirəm. O dövrə qədər, o yarışmaya qatılana qədər bir yazıçı Yazıçılar Birliyinin üzvü ola bilərdi, üzvüydüm. Bir yazıçı prezident təqaüdçüsü ola bilərdi, Gənclər və İdman Nazirliyinin mükafatçısı ola bilərdi. Yaxud da ki, ədəbiyyat yönümlü, məsəl üçün elə 525, Kaspi kimi jurnallarda, qəzetlərdə çap oluna bilərdi. Yəni, mən artıq o dövrləri keçdiyimə görə o yarışmaya qatılmaq çox da fərqli bir nəticə gətirmədi.
Bəs siz həm də ki gənc Türk Dünya Gənc Türk Yazarlar Birliyi. Siz bəs ora necə üzv oldunuz? Yəni bu sizə nələr? Deməli, mən 2009-cu ildən öz rayonumuzun, Tovuz rayonunun Ucqar sərhəd kəndi olan Muncuqlu kənd ümumi orta məktəbində Azərbaycan dil ədəbiyyat müəllimi olaraq işə başlamışdım və o işlə əlaqədar olaraq mən kənddə yaşayırdım. Şəhərə gəlib getməyim çox deyildi. Qiyabi magistraturada oxuduğuma görə arada bir gəlib gedərdim və o vaxt rayonda yaşadığımıza görə biz rayonda, Tovuz rayonunun özündə Aşıq Hüseyn Bozalğanın adına Varislər Ədəbi Dərnəyi var idi. Biz o dərnək ətrafında toplaşardıq. Bir də Yazıçılar Birliyinin Qazax Zona filialı ayda bir dəfə müxtəlif vaxtlarda tədbirlər təşkil eləyərdi. Biz də o filialın üzvləri kimi tədbirlərə qatılardıq. 2012 və 13-cü illərdən Dünya Gənc Türk Yazarlar Birliyinin bölgələrdə səslər, bölgə ədəbiyyatının tədqiqi ilə bağlı layihələr başladı və bölgələrdən biri olaraq onlar növbəti tədbirlərini Qazax rayonunda təşkil etdilər. Təbii ki, biz də o bölgənin yazarı olaraq həmən tədbirə qatıldıq. Əslində mən həmişə bunu etiraf etmişəm. Mən də içində olmaqla həmən bölgədə yaşayan bir çox yazarın Bakıya yolunun açılması, Yazıçılar Birliyinə üzv olması, prezident təqaüdünə düşməsi elə sırf Dünya Gənc Türk Yazarlar Birliyi ilə bağlı oldu və biz məndən başqa Qazaxda, Akstafada, hətta Şəmkirdə və Gəncədə yaşayan bir neçə gənc yazar Dünya Gənc Türk Yazarlar Birliyinin o tədbirindən sonra bir-birimizi tanıdıq. O vaxta qədər, məsəl üçün, mən Tovuz rayonunun özündə yaşayan gənc yazarları tanıyırdım, amma digər rayondakilərlə münasibətim yox idi. Məhz o layihədən sonra biz bir-birimizi tanıdıq, bir-birimizlə münasibətimiz oldu və elə oldu ki, elə həmən vaxtlar Gənc Ədiblər Məktəbi 2 gedən vaxtlar idi və biz elə həm Bakıya Gənc Ədiblər Məktəbinin toplantılarına gəldik, həm də ki, Dünya Gənc Türk Yazarlar Birliyinin müəyyən tədbirlərində elə oradan dərs gənc yazarlar yığışardıq, dərs gəlib gedərdik. Siz həm də ilin gənc alimi seçilmisiniz. Ümumiyyətlə, bu sizin yaradıcılıq həyatınızda, təcrübənizdə necə bir rol oynadı, hansı motivasiyanı verdi? Deməli, bizdə Ədəbiyyat İnstitutunda çox yaxşı bir ənənə var ki, 2 fevral Gənclər Günü ilə bağlı olaraq hər il institutda ən fərqlənən tələbəyə, doktoranta, gənc alimə həmən ad verilir. Və bu alimin, bunun üçün də kriteriyalar var. İl ərzində daha çox məqalən çap olunmalıdır, il ərzində kitabın çap olunubmu, xaricdə nə qədər əsərlərin çap olunub və bu hər il müxtəlif gənc alimə təqdim olunur. Mən də 2020-ci ildə həmən gənc alim adına layiq görülmüşdüm. Həmən il pandemiya ili olsa da, pandemiya ilinin digər insanlar üçün nə qədər xoşagəlməz tərəfləri olsa da, yaradıcı insanlar üçün bir müsbət tərəfi oldu ki, yəni evdə oturub yaradıcılıqla məşğul olmağa vaxt oldu. Mənə də həmən ili institutdan müxtəlif tapşırıqlar verilmişdi. Biri elə bölgə ədəbiyyatını 2019-cu ildə bölgə ədəbiyyatını araşdırmaq idi. Mən təxminən bir 60-70 səhifəyə yaxın tədqiqat aparmışdım. Bir də bizim Ədəbiyyat İnstitutunun 10 cildlik Azərbaycan ədəbiyyatı tarixi nəşr olunur. Bir neçə ildir ki, nəşr olunur, artıq bir neçə cildi çap olunub, artıq Sovet dövrü cildinə qədər gəlib və müstəqillik dövründə də yenə mənə bir neçə mövzu verilmişdi. Bir neçə şairin həyatı haqqında, həyat və yaradıcılığını yazmağı mənə tapşırılmışdı. Həmən il mən öz plan işim və öz yəni adəti üzrə görməli olduğum işlərdən əlavə mən o işləri də yerinə yetirmişdim. Yəni əlavə belə deyək də digər gənc həmkarlarımızla müqayisədə nisbətən daha artıq fəaliyyət göstərdiyimə görə sağ olsunlar məni həmən ili ilin gənc alimi nominasiyası üzrə dəyərlənib bu Ədəbiyyat İnstitutunun Elmi Şurasının qərarı ilə oldu. Təbii ki, sən hər hansısa bir işi görəndə, fəaliyyətinə davam etdirəndə heç fikirləşmirsən ki, bunun nəticəsində sən təqdir edilə biləsən, amma təqdir edilməyin, sən heç özünün fərqində olmadan rəhbərlik tərəfindən bunun görülməyi təbii ki, müsbət haldır və
ancaq adama stimul verir. Biz bundan öncə Dünya Gənc Türk Yazarlar Birliyindəki o yaranan əlaqələrinizdən danışmışdıq. Həm də sizin müdafiə etdiyiniz dissertasiya mövzusu rus dilinə tərcümə olunub, Latviyada çap olunub. Bəs orada beynəlxalq belə deyim, müstəvidə sizin üçün necə bir təcrübə oldu? Hansı yeniliklər, hansı əlaqələr qazandınız bu sayədə? Mənim səhv eləmirəmsə öz poçtuma həmən nəşriyyatdan məlumat gəlmişdi. Bunlar əslində bizdən, iradəmizdən asılı olmayan proseslərdir. Mənim təbii ki, xaricdə bir neçə məqaləm, elmi məqaləm çap olunmuşdu və sən o xaricə məqalələri hansı elektron poçtla göndərsənsə, artıq o poçt belə deyək də beynəlxalq nəşriyyatların hər birində tanınır və onlar sonra özləri sənə müraciət edirlər ki, bizdə kitabını, məqaləni və sair çap etdirə bilərsən. Mən də həmən vaxtlar dissertasiyamı yazmışdım, hələ müdafiə olunmamışdı. Belə bir təklif gələndə mən təbii ki, bundan razılaşdım ki, bəli, dissertasiyanı Azərbaycan dilində yazmışam, sadəcə olaraq tərcümə olunaraq rus dilində. Çünki o vaxtlar Azərbaycan dilində, türk dilində çapı yox idi, ancaq xarici dillərdə idi və mən də rus dilinə tərcüməçi tapdığıma görə rus dilində tərcümə olundu. Ondan sonra bəli, həmən nəşriyyatla hələ də əlaqələrimiz var, yazışırıq. Mən sonra 2024-cü ildə növbəti bu sözümüz sözdür 2 kitabımı elə yenə də xarici nəşriyyatda, Global Edit nəşriyyatında onlayn şəkildə PDF formasında nəşr edilər, göndərdilər. Amma birinci kitabdan kitab halında da 5 kitab almışdım, göndərmişdilər. Amma ikinci kitabı sadəcə onlayn şəkildə göndərdilər. Bir də xarici bazarda kitab bazarı bizdəki kimi deyil, çox bahadır. Bizim pula çevirəndə bir kitab hardasa 50 manata gəlir. Biraz daha çox kitab alarsansa endirimlər olur və yaxud da ki, müxtəlif dövrlərdə müxtəlif endirimlər olur. O da həm daim olaraq elektron poçta məlumat verirlər. Bir müsbət cəhətləri çox oldu. Ondan sonra daim olaraq xarici jurnallar, qəzetlər, hətta konferanslar belə elektron poçt vasitəsilə əlaqə saxlayır ki, bizi ilə daim olaraq əməkdaşlıq edəsiniz. Biz bura qədər sizin bir çox oxularınızı danışdıq, sadaladıq. Onların içində ən çox sizi həyəcanlandıran hansıydı? Ən çox hansı ilə qürur duyursunuz? Təbii ki, bunların hamısı mənim üçün belə deyək də əzizdir, doğmadır. Hamısının arxasında mənim təvazökarlıqdan uzaq çıxmasa da əziyyətim dayanır. Hər birinin öz doğmalığı, öz üstünlüyü var. Amma bunların içərisində mən ən həyəcanlandırıcı, ən məni belə necə deyim, həm inandığım, həm də əldə etdikdən sonra belə hələ bir müddət inana bilmədiyim nəticə mənim doktoranturaya qəbul olmağım oldu. Çünki doktoranturaya qəbul zamanı mən bayaq dediyim kimi kənd məktəbində müəllim işləyirdim. Orada işləyə-işləyə magistraturanı oxuyurdum. Və magistraturanı bitirəndən sonra mən ədəbiyyatın üstünə gəldim sənədlərimi verməyə. Mən 2013-cü ildə sənədlərimi vermişdim. Həmən il prezident seçkiləri və digər belə proseslərlə əlaqəli olaraq biraz doktoranturaya qəbul gecikdi. Biz elə bir 2014-cü ilin yanvarında qəbul olduq. Və əvvəllər belə bir qayda var idi ki, ədəbiyyat ümumiyyətlə doktoranturaya qəbulda öncə ixtisas imtahanı verilirdi, sonra fəlsəfə və ingilis dili imtahanı verilirdi. Mən də ixtisas imtahanına yaxşı hazırlaşmışdım. Sonra eşitdim ki, qaydalar dəyişib. Əvvəlcə xarici dildən və fəlsəfədən imtahan verilsin, sonra ixtisas imtahanı verilir. Biz Azərbaycan ədəbiyyatı ixtisası üzrə 6 rəqib idik, 2 yer idi. Bütün rəqiblərim axırıncı ixtisas imtahanına qədər məndən yüksək bal toplamışdılar. Onların içərisində bəziləri ingilis dilindən və fəlsəfədən 5 almışdı. Bəziləri birindən 5, birindən 4 almışdı. Yalnız mən ixtisas imtahanına qəbul olana qədər hər 2 imtahandan 4 almışdım. Və açığını deyim ki, mən heç artıq ixtisas imtahanına gəlmək istəmirdim ki, onsuz da heç bir şans yoxdur. Rəqiblər o birisi imtahanlardan 5 alıblarsa, hər hansı biri 5 alarsa və ya 4 alarsa,
onlar qəbul ola bilərlər. Mən ixtisas imtahanına gələrkən nə qədər naümid gəlsəm də, həmən imtahanda elə bileti çəkdim, baxdım ki, bildiyim suallarda elə birinci cavab verdim. Verdiyim cavab da müəllimlərin xoşuna gəldi. Lap sonda hamı cavab verənlər çıxardı çölə. Mən elə birinci cavab verdim, çıxdım. Lap sonda çağırıb qiymətlərimizi, ixtisas imtahanından aldığımız qiymətləri deyərkən mən 5 aldığımı və digər imtahanlardan 5 ilə gələnlərin bəzilərinin 3 aldığını eşidəndə belə biraz qəribə gəldim. Yəqin ki, onların verdiyi cavablar xoşlarına gəlməmiş və beləliklə mən doktoranturaya qəbul olmuşdum və o qədər həyəcan keçirmişdim ki, artıq sənədləşmə işləri belə yekunlaşmışdı. Mənə hələ qəribə gəldi ki, mən artıq bu doktoranturaya qəbul oldummu? Siz həm də Böyük Məmməd İsmail məsələlərinin tədqiqatçısı kimi tanınırsınız. Məmməd İsmailin yaradıcılığında sizi özünə çəkən tərəf nə idi? Mən magistraturaya qəbul olarkən mənə zəng vurdular ki, bəs mövzu seçməlisən. Mənim də ilk ağlıma gələn Məmməd İsmailin yaradıcılığı oldu. Hətta rayondakı yazarlardan bu haqda məsləhətləşdim ki, belə bir mövzunu götürmə. Hamısı sevindi və dəstəklədi ki, bəli, Məmməd İsmailin yaradıcılığı haqqında yazmaq lazımdır. Mən də sevə-sevə onun bütün kitablarını kitabxanalardan topladım, haqqında olan əsərlərdən, yazılan əsərlərdən özünə müraciət etdim və o da bəzi əsərləri mənə göndərdi. Məmməd İsmailin yaradıcılığında özünün dediyi bir sözü demək yerinə düşər ki, deyir ki, mən heç vaxt Sovet dövrünün şairi olmadım. Əgər inanmırsınızsa, mənim Komsomol mükafatı aldığım kitabı açın, vərəqləyin. Görün, orada bir dənə də olsun Sovet dövrünü vəsf edən şair, hər hansı bir şeyi rastınıza çıxarım. Həqiqətən də onun yaradıcılığında o bildiyimiz standart sosializm, realizmi deyilən bir cərəyan yoxdur. O sadəcə olaraq bir şair necə olarsa, bir şairin yaradıcılığı bəşəri formada, milli formada, necə vətənpərvərlik formasında necə ola bilərsə, Məmməd İsmailin yaradıcılığı da elədir və bir də Məmməd İsmailin yaradıcılığının ana xəttini İkinci Dünya müharibəsinin belə deyək də fəsadları təşkil eləyir. Məmməd İsmailin atası müharibəyə gedib qayıtmayıb və anası o tək övladı çətinliklə böyüdüb və onun yaradıcılığında əsas obraz o övlad üçün fədakarlıq edən bir ana, müharibəyə gedib qayıtmayan atanın həsrətini çəkən bir uşaq. Amma Məmməd İsmail bu obrazları elə yaradıb ki, biz orada sadəcə olaraq Məmməd İsmailin özünü görmürük. Biz orada o faciəni yaşamış, o taleyi yaşamış bütün uşaqların ümumiləşdirilmiş obrazını görürük. O müharibəyə həyat yoldaşını yola salıb sonra övladlarını tək böyütməyə məcbur olmuş bütün anaların obrazını görə bilirik Məmməd İsmailin yaradıcılığında. Sizə görə izləyicilərimiz Məmməd İsmail haqqında nəyi mütləq bilməli, unutmamalıdır? Məmməd İsmail haqqında elə onun bir neçə şeirini əzbərləyib yadda saxlasalar, bunun özü böyük bir şeydir. Məmməd İsmail haqqında bir də onu bilmək, insanlara özlərini təsdiqləmək üçün lazımdır ki, Məmməd İsmail bir kənddə böyüyüb, yetim bir uşaq olub. Hətta onların kəndi rayon mərkəzindən kifayət qədər aralı olub. O vaxtlar o rayon mərkəzində təşkil edilən ədəbi dərnəklərə gəlmək üçün indiki kimi maşınlar da olmayıb, çətinlik çəkib. Amma bütün bunlara baxmayaraq atasını müharibədə itirmiş, rayon mərkəzindən kifayət qədər uzaqda yaşayan bir istedadlı insan özünü təsdiq etməyi bacarmış. Nəinki öz rayonunun, öz ölkəsinin, hətta mənsub olduğu millətin, türk dünyasının böyük şairi olmağı bacarmış bir insan olub. Və bu artıq düzdür. Məmməd İsmail bunu həmişə öz yaradıcılığında taleyin işi kimi, bəxt kimi, qismət kimi verib. Amma burada hətta bir insanın əzmkarlığı, bir insanın fədakarlığı, bir insanın əgər talih sənə şeir yazmaq kimi bir istedad və bir yol veribsə, bunun arxasınca gedib özünü təsdiqləmək bacarığı veribdir. Və bəli, insanlar bunu yadda saxlamalıdırlar ki,
bununla bəzən özlərinə belə deyək də təsəlli verməlidirlər ki, yetimçilik və yaxud da ucqar kənddə doğulmaq heç də sənin gələcəkdə özünü təsdiq etməyinə maneə ola bilməz. Əgər Məmməd İsmail bunu bacarıbsa və nəzərə alsaq 40-cı, 50-ci illərdə o dövrdə bacarıbsa, bugünkü texnologiya ilə, bugünkü internetlə daha çox şeylərə nail olmaq olar. Bəs hazırda üzərində işlədiyiniz ədəbi və ya elmi layihələriniz var? Var, bəli. Ədəbiyyatla bağlı hələ ki heç bir yerdə bildirmədiyim bir fikrim var. İnşallah onu həyata keçirmək istəyirəm. Amma əsərlərə gəldikdə dissertasiyamı bir monoqrafiya halına salmışam. Elə planımda var ki, bu il həmən dissertasiyanı monoqrafiya halında çap edəm. Bir də ki, Gül kitabının artıq çapından 10 il keçib, artıq Nar kitabı çap üçün hazırdır. Yenə də ən azı bir 10 ildən sonra da olsa o kitabı çap eləyib təqdim etmək istəyirəm. Ondan əlavə də yenə institutda mənə plan iş olaraq verilmiş Elm və Həyat jurnalının üzərində tədqiqat aparmışdım. Onda bir monoqrafiya halına salmışam. Onun da artıq belə çap üçün hazırdır. Bu il üçün 3 kitabı birdənmi və yaxud da növbəti illərdəmi, yəni çapa hazır kitablar var, onların çapı nəzərdə tutulub. Yaradıcı bir insan kimi gənc ədibləri və tədqiqatçılara tövsiyələriniz nələr olar? Bu tövsiyə vermək ən asan şeydir. Ona əməl etmək isə hər kəsin öz fərdi xüsusiyyətlərindən ibarətdir. İndiki dövrdə yaradıcı insanlar üçün şərait kifayət qədər var da. Yəni səni heç bir qəzet, jurnal, heç bir mətbuat orqanı çap eləməsə belə sənin üçün heç kəsdən asılı olmadan özünü təbliğ edəcəyin sosial şəbəkələr var. Ən yaxşısı odur ki, bacardıqları qədər özlərini düzgün təqdim etməyi bacarsınlar. Elə ciddi yaradıcılıqla məşğul olan bir neçə mən yaradıcılığını bəyəndiyim müəyyən gənc yazarlarımız var ki, sosial şəbəkələrdə özlərini qeyri-ciddi aparırlar. O biraz yaxşı qarşılanmır, yaxud da əksinə olur. Bir də ki, bacardıqları qədər yaradıcılıqlarında səmimiyyətə, içdən gələnliyə, belə şeylərə üstünlük versinlər. Onsuz da ki, birazca başımızı qaldırıb bir çox yox, nə bilim elə Avropa ədəbiyyatı, mən Amerika ədəbiyyatını demirəm, Hind, Çin və yaxud da digər ölkələri demirəm, elə yaxın ölkələrdən ədəbiyyatına müraciət edəndə görürük ki, bizim güya ki, özümüzdən Amerika kəşf elədiyimizi düşündüyümüz əsərlərin hamısı Avropanın 19-cu əsr ədəbiyyatında var. O mərhələni onlar artıq 19-cu əsrdə yekunlaşdırıblar. Bunlar 21-ci əsrdə artıq başqa mövzulardan yazırlar. Və bir də bir məsələ var. Mən həmişə dünya ədəbiyyatını oxuyarkən ona fikir verirəm ki, biz daha çox xarici ədəbiyyatdakı tendensiyalara meyl edirik. Əslində, bütün dünya ədəbiyyatının ən belə yaxşı əsərlərində o əsərlərin uğur qazanmasında baxırsan ki, o əsərlərin orta xəttini ki, millilik, tutaq ki, bir əsəri oxuyursan, o əsərdən fransız təfəkkürü gəlir, bir əsərdən Yapon təfəkkürü, yaxud da elə Amerika Birləşmiş Ştatları, o əsərlər özlərini daha çox tanıdır. Çünki ümuminin, hər kəsin bildiyi, hər kəsə maraqlı, belə deyək, məlum olan bir şey artıq İngilisin bildiyi bir şeyi o fransız ədəbiyyatında oxuyanda onun üçün fərqli olmur da. Amma fransıza məxsus hər hansı bir şeyi bir İngilis, bir Alman fransız ədəbiyyatından oxuyanda o onun üçün fərqli bir şey olur. Bizim də özümüzün, Azərbaycanın həmişə deyirlər, şərqin, qərbin arasında yerləşir. Şərqə məxsus, qərbə məxsus və özümüzə məxsus o qədər xüsusiyyətlərimiz var ki, biz elə əsərlərimizi yazanda elə Azərbaycan ideologiyasından, düşüncəsindən yazarıqsa, bunun özü böyük bir şeydir. Bir xanım kimi, ümumiyyətlə, bir qadın üçün yaradıcılıqla məşğul olmaq biraz daha çətin olur, ailə qayğıları falan. Ümumiyyətlə, siz bəs ailə qayğıları və yaradıcılıq arasında necə bir körpü qurmuşsunuz, onu necə balanslaşdıra bilirsiniz? Bu doğrudan da çətindir. Mən səhv eləmirəmsə, tələbə olarkən Əzizə Cəfərzadə haqqında belə bir söz eşitmişdim ki,
Ola bilər səhv deyə bilərəm, amma mənim yadımda Əzizə Cəfərzadə ilə bağlı qalıb. O deyib ki, mən nə vaxt ki yaxşı ana idim, o zaman yaxşı yazıcı ola bilmirdim. Elə ki yaxşı yazıcı olmağa başladım, onda da yaxşı ana ola bilmədim. Doğrudan da qadın üçün çətindir. Qadının həm də öz xarakterində bir məsuliyyət anlayışı var ki, o istəyir ki, hər iki tərəfi balanslaşdırsın, hər iki tərəfə dedim, lazımi qədər diqqət ayıra bilsin. Amma bu nə qədər sən istəsən də, sən iradənlə təzyiq etmək istəsən də, bəzən həyatın da öz seçimi olur. Elə vaxt, elə dövr gələ bilir ki, sən məcburiyyət qarşısında biraz yaradıcılığa, necə deyirlər, bir acı pafos verirsən, fasilə verirsən, yaxud da elə bir mərhələ gəlir ki, artıq ailə məişət işlərini nisbətən arxa plana keçirib yaradıcılıq işlərinə davam edə bilərsən. Mənim elə söhbətimizin öncəsində də dediyim, hələ uşaq vaxtından bəxtim onda gətirib ki, valideynlərim, qohum, qonşular mənə ancaq dəstək olublar, belə mane olan, qarşısını kəsən, bu işlə məşğul olma deyən olmadığına görə mənim üçün xüsusi bir çətinlik olmayıb. Mən bəzən eşidirəm ki, nə bilim, yaradıcılıqla məşğul olan bir gənc xanıma ata, ana, valideynlər tərəfindən ya nə bilim, digər qohum əqrəbə tərəfindən qadağalar qoyulur, nə bilim, istəmirlər. Mən bu şeyləri görmədiyimə görə, mənim həyatımda belə şeylər olmadığına görə mən o problemləri bilmirəm. Sırf özümlə bağlı ki, özüm baxıram ki, tutaq ki, bu il, məsəl üçün, doktoranturada bu işlər tamamlanıb verilməlidir. O zaman özüm hesabımı aparıb, həmən ili elmi yaradıcılığa daha çox üstünlük vermişəm. Bədii yaradıcılıq nisbətən arxada qalıb. Yenə deyirəm, hər şey planlaşdırdığımız kimi olmaya bilər. Elə şeylər var ki, həyat özü o istiqamət aparır. Bəzən olur ki, yaradıcılığa daha çox üstünlük verirsən, bəzən olur ki, yaradıcılıq arxa planda qalır, öz şəxsi həyatındakı hər hansı məsələlərin həllindən məşğul olursan. Və sonunda oxucularımıza bir mesaj vermək istəsəz, o nə olar? Oxucularımıza belə fərqli bir mesaj vermək kimi bir fikrim yoxdur. Çünki artıq az qala hər kəs bir-birindən daha ağıllı olub. İndi elə bir dövrdə, elə bir zəmanədə yaşayırıq ki, hamı hər yerdən istədiyi məlumat, informasiyanı ala bilər. Mən sadəcə olaraq bir lap uşaqlarımıza, indiki dövrün uşaqlarına belə ürək sözlərimi deyə bilərəm ki, indiki dövrün uşaqları elə bir dövrdə, elə bir zəmanədə yaşayırlar ki, onlar gəlib biz yaşa çatanda tamam fərqli bir texnologiya, tamam fərqli bir dövr olacaq və bəlkə də onların bugün məktəbdə öyrəndikləri vurma cədvəlinin, əlifbanın, yazmağın, nə bilim, hərfləri tanımağın da heç bir əhəmiyyəti olmayacaq. Yəni texnologiyanın sürətlə inkişafı ona gedir. Amma bütün bu texnologiyanın verdiyi bu üstün cəhətlərə baxmayaraq, həyatımızı asanlaşdıran çoxlu şeylərə baxmayaraq mənəviyyatı qoruyub saxlasınlar. Texnologiya vasitəsilə bu yaxınlardan çoxumuzun yəqin qarşımıza çıxdı. Çində 3000 kilometrdəki bir insanın gözünü əməliyyat eləyə biliblər. Artıq eşitdik ki, İsrail süni ürək istehsal edir. Bunlar hamısı texnologiya vasitəsilə mümkündür, amma mənəviyyatı itirmiş bir insanın təəssüf ki, hələ ki texnologiya vasitəsilə bərpası mümkün deyil. Ona görə də çalışıb mənəvi dəyərləri qorumaq lazımdır. Bu xoş söhbətə görə çox təşəkkür edirəm. Sağ olun, mən sizə təşəkkür edirəm, minnətdarım. Beləliklə bir verilişin sonuna daha gəldik. Növbəti görüşlərə dək hələlik.